yaşadığım evdə mənə rahatçılıq vermirlər. Deyir şurdacıyıq. Nəsimi rayonu Abbasiyə küçəsində yaşayan ailələr dəhşətli anlarla üzləşiblər. Onlar evdə ola-ola ağır texnikalarla evlərinin söküldüyünün şahidi olublar. Bakı şəhəri Nəsimi rayonu Abbasiyə küçəsində yerləşən bəzi yaşayış evlərinin söküntüsü ilə bağlı gərginlik və narahatlıqlar davam edir. Ərazidə söküntü işlərini həyata keçirən Anima MTK şirkətinin razılaşdırılmamış və hələ də sakinlərin yaşadığı evlərə müdaxilə etməsi mübahisələrə səbəb olub. Sakinlərin sözlərinə görə bəzi ev sahibləri ilə hələ razılıq əldə olunmayıb və təklif olunan kompensasiyalar qənaətbəxş deyil. Buna baxmayaraq şirkət tərəfindən texnik əraziyə gətirilərək söküntü işlərinə başlanılıb. Biz hələ heç bir müqavilə imzalamamışıq, evimizdə yaşayırıq. Ancaq artıq qonşu evlərdə divarları sökürlər. Bu da içərisində yaşayış olan evlərə zərərsiz ötüşmür, deyə ərazidə yaşayan sakinlərdən biri bildirir. Bizə xəbərdarlıq eləməyiblər. Mən gəlmişəm, gəlib görmüşəm ki, evimi söküblər. Buradan söküblər, baxın bərbat vəziyyətdədir. Mənim evdə birinci qrup əlil uşağım var. Mən birinci qrup əlil uşaqla burada yaşaya bilmərəm. Baxın, mən onlardan heç nə istəmirəm. Mən onlardan 2 otağım var, 2 otaqlı ev istəyirəm. Mən başqa onlardan heç nə istəmirəm. Məni götürüb məhkəməyə veriblər. Mənlə siz danışmamış, razılaşmamış, məhkəməyə niyə verirsiniz? Məhkəməyə niyə verirlər? Bilmirəm, mənə dedilər sizə 2 otaqlı ev verəm. Mənə apardılar 2 otaqlı ev göstərdilər. Dedilər bu sizindir. Məndən şəxsiyyət vəsiqəmi istədilər. Mən də şəxsiyyət vəsiqəni verdim. Üstündən bir həftə keçdi. Dedilər ki, yox. Bir də eşitdik ki, bizi məhkəməyə veriblər. Burada mən yaşaya bilmərəm. Yəni çəkiliş də var. Girin baxın, ev suyun içindədir. Buradan su yağır evimə. Mən burada necə yaşayım? Baxın, dövlətin də bir qanunu var. 45 metr evindən o tərəfə sökülməlidir. Bəs görün mənim evimin düz içində evi söküblər. Mənim gecə yuxum yox idi. Sabaha kimi beləcə otururdum. Kamaz traktor eşirdi. Onda öy bax belə gedirdi, gəlirdi. Deyirdim bu dəqiqə üstünə düşəcək. Çıxırdıq, deyirdi ay bala belə şey olmaz. Ya bunun hamısını köçürt, razılaşdı. Ya belə şey olmaz. Biz içində yaşayırıq. Biz yazıq. Sən mülk tikirəm və mən öz mülkümlə. Mən bunu Ermənistanın qaçqınıyıq. Ermənistandan gələndə almışam. 37 ildir mən burada yaşayıram. Mən də deyirəm bazar qiyməti hesabla mənim pulum verir. Sizlə niyə razılığa gəlmirlər? Gəlmir tabii. Nə deyir gəlmir? Gəlmir, deyir, mən istəyirəm tutaq 5 manat, o verir 3 manat. Onunla da mən haraya çıxım? Mənim uşağım var, haraya gedim? Bəs evinizin kvadratına uyğun sizə məbləğ təqdim edir? Vermir. Evinizin kvadrat neçədir? 157 kvadratın. Neçə kvadrat pul verirlər? O verir 200 min, 250 min. Onunla mən haraya çıxım? Haraya gedim? Uşağım var, mənim 3 oğlum var, özüm varam. Mən haraya getməliyim? Ay bala, öy ala bilirsən. Bəs evinizdən çıxmı deyirlər? Nə deyirlər? Çıx deyirlər. Nə deyirlər? Deyir şurdacıyıq. Traktörü salıb şurdacıyıq. Mənim döyümün arxasından qorxuram. Elə belə vurdu traktor uçacaq. Biz 36 ildir qaçqın düşmüş adamıq Ermənistandan. Mənim öz yaşadığım evdə mənə rahatçılıq vermirlər yaşayım. Dağıdıblar bütün bax bizim evlərin üstünü. Qonşuların evini uçurdular qəsd. Bizim evlər dağılsın, biz çıxaq deyin. Bizə təzyiq göstərirlər. Çıxın deyin. Mən ondan heç nə istəmirəm. Evimin yerinə, mülkümün yerinə mülk istəyirəm. Pul istəmirəm. 2 otaq fakt evim var. Qapıda hamam, tualetim, kuxnam var. 2 otaq ev istəyirəm. Vermir, deyir mənim sözüm keçir. İcra hakimiyyətindən bax 50 dəfə demişik, bilir özdə iş nə yerdədir. Bir dənə bu dəqiqə daşın üstə qoyaq 50 dənə adam tökülüb gələcək. Bizim evləri uçurdular, bizə baxan yox. Yaşayış olan evlərin söküntüsü ilə bağlı yaranan ciddi narazılıq fonunda məsələni aydınlaşdırmaq üçün Anima MTK şirkətinin ofisinə üz tutduq. Amma nə fayda? Cavab əvəzinə mane ilə qarşılaşdıq. Qarşımızı kəsən şirkət nümayəndəsi isə nə rəhbərliklə görüşməyə icazə verdi, nə də rəsmi nümayəndələrin əlaqə nömrəsini təqdim etdi. Verilən cavablar qeyri-ciddi, yanaşma isə tam məsuliyyətsiz idi. Sizin burayla bir əlaqəniz var bu şirkətlə, yoxsa yox? Şirkətlə yox. Biz necə gəlmişik o da gəldik. Kimsən? Çıxaq görürsən, vergi ödəyirsən. Vergi ödəyirsən. Niyə görmürsən? Aç görmə, sən vergi ödəyirsən. Dövlətə vergi ödəyirsən. Ödəyirsən çıxaq. Sənə çıxaq vuracam, ödəyirsən vergi ödəyirsən yoxsa. Nə hüquqla mənə? Ay, sən nə hüquqla mənə?
Hansı hüquqla sən Burada kurban olsa. Yok. Sabah kurban zaten olma. Gidiyorsan kurban. Sənin yerin yoxdur qapını bağlama. Ben oraya git. Sen ona diyeceksin. Sen ona diyeceksin. Allah tanrım. Dedemiz yok anlamışsın. Sen de diyeceksin. Ben elde edeceğim. Ben elde edeceğim. Əgər siz deyirsə yoxsa tamam, o şirkət rəhbərinin nömrəsini verin, biz əlaqə saxlayaq. Vermeyeceğim yok. Niye yok? Yox, çox bir dəqiqə çox istəyirəm. Siz bax axı necə yəni axı siz yoldan ötəndə bir Vermeyeceğim hem şahsın ömrümü sen kim idin verdin? kim idi, kimə verirsiniz? Sen kapıya çıkıyorsun. Müəllim, Gidebilir. bir dəqiqə, müəllim başa düşürsüz məni? Bu artıq qeyri-qanuni hərəkətdir. Siz media nümayəndəsinə verirsiniz və şikayət edən insanlara verirsiniz. Siz yoldan ötəndə vermirsiniz Təqdim nömrəni. eləyən kimsiniz siz? Mən RTV-nin jurnalisti Vüqar. Jurnalistsən ki, mən Bəs insanlarla burada problem odur ki, tələb edirsən ki, nömrə ver. siz deyirsiniz ki, mən zəng vururam gəlir, amma sonra deyirsiniz ki, nömrəsini verə bilmirəm. Az gelme çağın gidelim. Siz birinci müəllim, siz burada birinci özünüzü nümayəndə kimi təqdim edirsiniz. Mən də buranın bir nümayəndəsiyəm. Dediniz ki, onların. İndi o nümayəndəsizsə, sizdə onun nömrəsi var. Bizə həmin nömrə lazımdır ki, Mənə icazəm yoxdur. Az gelin gidelim. Az gelin gidelim. siz insanların qabağını kəsə bilmərsiniz. Elə zorla deyil ki. Zor. Bir də bəri gəl. Ne? Aç şormanları gitme. Bizim gücümüz çatmıyor. Yox, ayaq sax. Dur olmayın. Ay, yo. Bir dəqiqə, yox, Bu oğlanları gələk səni də bax belə. yox, bir dəqiqə, gəlin. Siz rahat evdə yaşayırsınız. Yox bir dəqiqə. Bizi yaşayırlar. Amma mənim birinci bu mənim uşağım. Amma belə altında qalıb. Yavaş da yavaş. Yavaş, başa düşmürlər. Mənim evimiz içində. Bizi çöldə qoyublar. Bizi içəri buraxmırlar. Uşaqlarımız yağışın altında qalıb. Artıq dərəcədə sizdən xahiş edirəm. Gəlin baxın. Nəsimi rayonu icra hakimiyyəti bizim işimizə baxmır. Baxın, bizi içəri qoymurlar. Evimdə birinci qrup əlil uşağın anasıyam mən. Talasimiyalı uşağın valideyniyəm mən. Mənim evimə yağış yağır, işığımı kəsiblər. Sizdən artıq dərəcə xahiş edirəm. Bizi dinləyin. Görün, bizim işimizə baxılmırlar. Baxın buna. Baxın. Sən gələdin, cavab vermədin. Bir dənə baxsın, Bir də zəng bir dəqiqə, elədin. sakit olaq. Bir də zəng elədin, bir Yollar burada mühafizəçi. Muhabbetçi yolla gönderdi. Gəlin, O yolda O gönderdi. getdi orada gör səni gələcək. Biz bildik. Sen kime kelek geldin? Hüquqşünas Ərşad bəy məsələ ilə bağlı bildirir ki, bu söküntülər tamamilə qanunsuzdur. Onun sözlərinə görə yaşayış olan və razılaşdırılmamış evlərin sökülməsi Azərbaycan qanunvericiliyinə ziddir və sakinlərin hüquqları kobud şəkildə pozulur. Son vaxtlar bilirsiniz ki, bu MTK ilə bağlı qlobal proseslər gedir, yəni qanunsuz hərəkətləri ilə bağlı və bu bizim də başımıza, yəni faktiki gəlib. İstər dekabr ayında olmuşdu ki, bizim hüquqlarını təmsil etdiyim şəxs Sərdarova Sitarənin və orada başqa bir şəxslərin mənzillərinə ziyan dəymişdi. Həyətə belə daxil olmaq istəymişdi. Halbuki həmin həyət tam hələ vətəndaşların köçürülməmiş, onlar belə qanunsuz hərəkətlərə yol açmış. Anima MTK tərəfindən, onların rəhbərləri tərəfindən. Ona görə də mən bildirmək istəyirəm, bu əsassız və qanunsuzdur. Bununla bağlı biz ki, məhkəmə qərarı olmalıdır və məhkəmə qərarı qüvvəyə minməlidir, yönəlməlidir məhkəmə icraçılarına və ondan sonra aidiyyatı qurumlara da təklif olunmalıdır, göstəriş verilməlidir. Ondan sonra gəlib vətəndaşlar orada halbuki hansılar ki köçməsə, mən məhkəmə qərarını icra etməlidir. Amma buna baxmayaraq, bugünkü gündə hələ ki məhkəmə sona çatmayıb, məhkəmə qərarı qüvvəyə almayıbsa, qüvvəyə minməyibsə, onu heç bir MTK əsassız gəlib kiminsə evindən çıxara bilməz. Amma bunlar buna əl atırlar. Həmən MTK bugünkü gündə sərəncamı var ki, gəlsin orada bina tiksin.
Biz bunu bir söz deyirik. Mən sadə forma deyirəm ki, vətəndaşlar bunu başa düşsün. Həmin sərəncamda 1.1-ci bəndində yazılıb ki, vətəndaşları razı salıb ondan sonra orada hansı tikinti işləri aparıla bilər. Amma halbuki bu vətəndaşları tam razı salmamış, orada bugünkü gündə təhdidlə tikinti işləri aparır. Bu da əsassızdır. Bəli, məhkəmə var, məhkəməyə vermisiniz, məhkəmədə proses bugünkü gündə davam edir. Amma məhkəmənin qərarı qüvvəsi almamış, ora heç bir ekskavator, heç bir usta gəlib orada girib hansısa bir söküntü işləri apara bilməz. Bu birbaşa qanuna zidd olan hərəkətdir. Bax, mənim hüquqlarını təbliğ etdiyim şəxsin mülkiyyət sənətidir. Burada kvadrat bilirsinizdə, kvadrat göstərilib, amma mənzil göstərilib, neçə otağı var. Amma mən onu bildim ki, bizim otaqlar real sənət 2 otaqlıdır. Çünki mən mənzil istismar sahəsindən də sxema almışam ki, bizdə yəni 2 otaqlı mənzil real. Yəni siz orada çəkiliş də apardınız, özünüz də gördünüz ki, orada 2 otaqlı mənzildir. Yaranan gərgin vəziyyətlə əlaqədar Anima MTK şirkətinin rəsmi nümayəndəsi ilə əlaqə saxladıq. Lakin verilən cavablar problemin nə izah edir, nə də həllinə dair real addım göstərir. Şirkət rəsmisi sadəcə ümumi və qeyri-müəyyən ifadələr danışaraq müvafiq razılaşmaların aparıldığını iddia edir. Alo. Alo, salam. Salam. Kamil bəydir. Buyurun. Kamil bəy, sizi RTV-dən Vüqardı narahat edən Rekord televiziyasından. Bəli. Deməli Kamil bəy, biz biraz olar bir yarım saat bundan öncə biz Nəsimi rayonu deməli Abbasiyə küçəsində biz çəkilişdə olmuşuq, ev 38 və digərlər də var. Orada vətəndaşlar şikayət edirlər ki, bizimlə heç cür razılığa gəlinmir və amma evimizin bəzi hissələrini söküblər. Bununla bağlı biz istəyərdik sizdən açıqlamalıq. Yox, biz onun evlərini sökməmişik. Orada 100-ə yaxın ailə köçürtmüşük. Elə telefonda deyim, məlumat verim. Aha. 100-ə yaxın ailə köçürtmüşük. Həmin o 10-a yaxın ailə qalıb. Həmin bu ailələrlə də işimiz məhkəmədədir. İndi məhkəmə prosesi gedir. Amma məhkəmə prosesi gedə-gedə deyəsən evlərində orada söküntü işləri gedir. Bir xanım məsələn biz çəkiliş elədik orada, evinin məsələn dam hissəsi uçub. Ondan sonra bir xanım evin belə deyək ki, sökülüb evinə orada taxta ilə bağlayıb. Dünən işığı kəsə bilər. Bax, belə yəni biz özümüz çəkilişdə gördük. Biz orada işıq kəsmə işi ilə məşğul deyilik. Həmin orada o qonşular var, özləri öz evlərini söküb icazə veririk ki, razılaşdığımız sakinlər özləri öz evlərini söküb aparsınlar. Həmin o evlərini sökəndə yəqin ki, orada əgər elə bir şey varsa... Bilirsiniz, məsələn, tikinti, bir də söküntü işləri çox yaxşı bilirsiniz ki, yaşayış evindən 45 metr aralıda olmalıdır. Amma siz həmin insanların düz evinin qonşusuna, yəni bitişik evləri sökmüsünüz. Amma halbuki həmin evdə yaşayış var. Siz sual verdiniz, mən sizə cavab verirəm ki, biz orada söküntü aparmırıq. Siz dolayısıyla təzədən o sualı mənə bir də cavabsız sual verirsiniz ki... Sökülür axı, müəllim, orada söküntü işləri gedib axı. Mən də sizə cavab verdim ki, o söküntü işlərini həmin o sakinlərin özləri aparıb. Sabahlarım o şikayət edən həmin o sakin bizlə razılığa gələndə gəlib bizə deyir ki, icazə ver həmin o evimin materialını götürüm aparım da, yəni evini götürsün. Həmin onlar öz evlərini söküb aparırlar. Yəni bunu siz etmirsiniz, bunu həmin evin sakinləri edir? Əlbəttə.